İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. 223 nəfərdən ibarət daha 46 ailə Cəbrayılın Şükürbəyli kəndinə qayıtmaq üçün yola düşdü. İllər sonra doğma yurda ayaq basacaq Şükürbəyli sakinləri təəssüratlarını və arzularını bizimlə bölüşdülər. Kürəyimizdə prezidentin əli varsa biz güclüyük, həmişə bilirdik tək gedik. Gəlmişik, çıxmışıq, gedirik, sevinçliyik. Əlbəttə ki, sevinçdən adam söz tapa bilmir. Əlbəttə ki, arzunun dalında gedirik. Ora gedirsənsə, orada daimi yaşamağa gedirsən. Əlbəttə ki, nəysə yaradassan, şərait yaradassan, əkəsən, becərəsən, yaşıllıq salassan. Əlbəttə ki, bu 76 yaşdan sonra əlinə nə gəlir, istəyirsən, edəyəsən də. Kəndə qayıdırıq. Yəni, orada bütün arzularım inşallah çin olar da. Yəni, həyət bazarı əkərəm. Çox arzularımız olub. Yəni, kəndə qayıtmaq həvəsimiz ölməyib də bizim indiyə kimi. Həmişə istəmişəm ki, kəndə qayıdım da. Arzum bu olub ki, orada yaşayayım mən. Yəni, bu arzumuza inşallah çatdıq. Allah, bir daha deyirəm, şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandan İlham Əliyev, Allah uzun ömür, can sağlığı versin. Nə deyim, kətdən çıxanda oğlum boydaydım. İndi Allah'a şükür, kəndə 4 uşaqla qayıdıram. Bundan sevinçli günlər ola bilər. Arzum istəyən üçün gedim vətənimdə öz övladlarımı gözəl böyüdüm, təhsil verim, orada işləyim, gözəl dolanan bağlarımı saxlayım, büyüdüm. Sağ olsun prezidentimiz ki, bizi bu sevinci yaşatdı. Nəvələrimlə qayıdıram, Allah'a şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bu sevinci bizə yaşatdı. Ailələr hazırda Şükürbəyli kəndinə doğru yoldadılar. Köç kərvanı mənzil başına çatdıqdan sonra sakinlərin kənddə qarşılama mərasimi baş tutacaq və onlar yeni tikilən evlərinə yerləşəcəklər.